Hər vaxtınız xeyir. Ramazan günündən hər birinizə gözəl Ramazanlar. Allah orucunuzu qəbul etsin, namazınızı, dualarınızı, niyyətlərinizi qəbul etsin. Və çoxdandır vlog çəkmirdim. Düşündüm ki, Ramazandan bir xatirə bir vlog olsun YouTube kanalımda. Səhərimi imsakdan sonra namazımı qıldım və Quranımı oxudum. Və belə də gün başladı. Bravo'dakı endirimlərdən bəzi bazarlıq eləmişəm. Elə də çox bir şey yoxsa mən dedim yenə də vlogumda olsun. Belə bir münasib iri tikəli tuna balığı götürmüşəm. Əslində bu firmanın bilmirəm, ilk dəfə də alıram yoxsa almışdım. Şu yadımdan çıxıb. Ardından belə bir kahı götürmüşəm. Oruç tutanı kahı yeməyi sevirəm artıq son vaxtlar. Düşünürəm ki, daha faydalıdır. Həm də axşamüstü. Belə bir iceberg tikələrini götürmüşəm. Bunlar fərqli olur. Sonra axşamüstü belə bir qatıq yeyirik həmişə. İftardan sonra. Sonra isə belə bir ramaşka smetan. Ən sevdiyim smetanlardan biridir. Burada yaxşı endirimlər var. Bir də ki, bir pletka belə bir yumurta götürmüşəm. İşte bu qədər. Bu video isə su çərşənbəsinin 3-cü günüdür. Daha doğrusu su çərşənbəsi deyil, amma su çərşənbəsi üçün süfrə hazırlamışdım. Mənim yeni fincanımdır. Və oradan biraz belə görüntü əlavə etdim. Alınsa yer çərşənbəsində də videolar çəkəcəm. İftardan sonra yoldaşımla domino oynadıq. Əlbəttə ki, dominoda mən uduzdum. O isə qalib oldu. Və maraqla oyunu davam edir. Elə bil ki, 101-dən oynuyorduk da. Nəsə bir sözlə anladım ki, mən dominoda elə də yaxşı deyilmişəm. Amma əvvəllər çox udurdum hər kəsi, yaxşı oynayırdım. Nəsə bu dəfə mənki gətirməmişdi. Yine oynayacağım. Yine mütləq video çəkəcəm ki, görüm qalib ola biləcəm. Burada isə 27 fevraldır. Qızımın ad günü olmuşdu. Və tortunun biraz yan hissəsindən sizə çəkmişəm. Və bu da bir xatirə qalsın burada. Bu isə Qarayevdə mağaza var. Oradan fincanlar görmüşdüm səhifədə. Özümə getdim almağa. Hər cürəsinə baxırdım, amma burada olmayan bir fincan seçmişəm. Çünki içərdən qız gətirmişdi. Çox gözəldir, qiymətlər də qəşəng idi. Bacardığım qədər yaxından çəkmişəm sizlər üçün. Qeyd eləyərəm kommentə hansı mağazadan alınıb. Və burada artıq sizə göstərirəm ki, hansını bəyənmişəm. Çünki mən bu uzunluğunu daha çox sevmişdim. Və axşamüstü təzə fincanımda yeni kitabı başladım. Burada artıq 40 səhifə, 41 səhifə mütaliə etməyə başlamışdım. Fincan çox maraqlı, çox gözəldir. Bəyənsəz mütləq gedin siz də əldə edin. 6 manatadır. Burada isə yoldaşımla Köroğlu filialına yollanırdıq. Daha doğrusu Ali və Ninanın Köroğlu filialına. Niyə görə? Çünki kitab sifariş vermişdim. Mart ayının kitab klubunun seçilmiş kitabı var idi. Orhan Pamuk'un Məsumiyyət Muzeyi. İndi görəcəksiniz. Çünki götürən kimi maşında tez videosunu çəkmişdim. Hətta irəliyən videolarda da aldıqlarım 2 ay 3 ay ərzində aldığım məhsulları da sizlərlə bölüşmüşəm.
Məncə maraqlı olar, izləmədə qalın. Sonra evə gəldikdə isə qızımın müəlliməsi üçün belə bir kitab əldə etmişdim. Onu qəşəng sərgəli bağladım. Alivenino hədiyyəlik bağlamasını. Zaten kitabı da Alivenino'dan almışam. Bu şokoladı çox bəyənirəm. Ona görə də onun üçün hədiyyə qoydum. İnşallah ayın 8-i ya nə bilim 4-ü 5-i hədiyyə edib təbrik edəcəm. Ümid edirəm ki, çox bəyənər. Özümə belə fabrikdən kremlər götürmüşəm. Bu kremlərin 4-ünə 10 manat vermişdim. Ona görə paylaşıram. Düz artıq zima bitir, qış bitir. Amma dedim YouTube'da mən də burada tarixə düşsün. Belə bir bədən kremi, həm əl kremidir, həm də üz kremidir. Üçü bir yerdə. Ardından belə bir əllər üçündür. Sonra bu isə bu ayaq üçündür. Çaşdım. Bu əllər üçün düz demişəm. Bu ayaq üçündür. Bu isə üz üçündür. Belə bir pişik şəkli var. Şəkər. İndi isə keçək başqa aldıqlarıma. Bunu isə rəfiqələrim ad günümdə hədiyyə eləmişdi. Bu vanna üçündür. Bu isə duş gelidir. Olivia'dan əldə etmişdilər. Bunlar isə belə bir səhifə var idi. Oradan sifariş vermişdim. Elizaveka'nın belə bir peelingi var. Şapkası da belədir. Çox bəyənirəm. Artıq neçə dəfə istifadə eləmişəm. Sonra həmin Elizaveka'nın belə bir köpüklü maskası var. Həqiqətən də üzdə köpüklənir və poraları təmizləyir. Bəyəndim. Sonra Libre'nin belə bir Dubai variantını sifariş verdim. Qoxusu çox qəşəngdir. Libre istifadə edənlər bilir. Və əlavə belə bir 2 ədəd hədiyyə qoymuştum mənim üçün. Maska hələ istifadə eləməmişəm. Və belə bir 14 Ferrolo yoldaşım mənə saat hədiyyə eləmişdim. İbət 10. İstədim bunu da burada paylaşam. Yadgar qalsın. Ardından bu günlərdə alışveriş eləmişəm. Onları da paylaşmaq istəyirəm. Qısa alışverişlərdə kesinliklə fincan almışım. Həmin fincanın sarı rəngini aldım. Artıq o fincandan bizdə 2 ədəddir. Biri yoldaşım oldu. Bu isə mənim oldu. Yoldaşım göy rəngi çox bəyəndiyini ona hədiyyə elədim. Və mənə belə bir sarı rəngini aldı. Qəşəng videolar çəkərik. Bir də belə bir ip aldım. Lazım olur. Bu da 80 qəpik idi. Siz bir vlogum olmasın. Kitabı əldə etdim. Mart ayının kitabıdır. Alivenino'nun kitab müzakirəsinin kitabı seçildi və hal-hazırda populyardır. Orhan Pamuk Masumiyyət Muzeyi və bunu da oxumağa başlayanda açacağım. Hələ oxumağa başlamıram çünki hal-hazırda Dostoyevski kitabını oxuyuram. İndi isə kitabı başlayıram. Daha doğrusu başlamışam, 40 səhifə oxumuşam. Bugün 2-ci gündür. İndi isə 80 səhifəyə qədər oxuyacağım və yanında da fincanında çay süzmüşəm. Və bu da mənim oxucu gündəliyim. Belə izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Və bu Ramazanda da tutduğunuz oruçlar qəbul olsun. Görüşmək ümidilə. Hələlik.